Sual ver geri başa düşdü kubları. Gəl yanında dur Zəhranın. Dünən başa düşübsən mi gör? Mesela ben indi bunları izah edelim. Sen indi ben ne dedim sen onları ne dedin? Burada əvvəlcə bir bütöv kub var, sonra onlar parçalanmış kub var. Orada da səthin sahəsinə vuranda 6 kvadrat idi. Burada 3 dənə 3 yerə 3 sm kubu, 3-ün kvadratı 9-dur. 6-ya da vurarıq 54 edir. Sonra 3 sm olan kubu kiçik hissələrə böldükdə 27 dənə kiçik kub olunur. O da bir dəfədir deyə, bir yerə uzunluğu 1 idi. Elə bir bayaqçının ən uzunluğu 3 idi. Ən uzunluğu 1 olduğu üçün biri də 6-ya vururuq. Bax bu hissənin elə bir ki Zəhra bu hissə 3 idi. Eni də uzunluğu da hündürlüyü də yaxşımı bax belə. Belə 3 idi deyəm vurdular. 3-ün kvadratını 6-ya vurdu oldu 54 elə. Burada indi hissələrə böləndə. Yəni 27 dənə kiçik hissəyə ayrıldı. Bu birin kvadratını 6-ya vurub həcmini tapdı. Bir dənəsini tapdı 6. Eləmi? Axı 27-dən parçaya bölübsən həm də. Həmin 6-nı da təzədən 27-yə vurdu oldu 162. Aralarında görə nə qədər fərq yarandı? Sonra da 162-yə 54-ə böldü. Aha. Heç buralarını oxumağına ehtiyac yoxdur. Keç indi bu şəkli izah elə uşaqlara. Tamam. Burada müəllim bizə verir ki, turşu zərrəciklərinin metal parçanın səthində olan atomlar reaksiyaya daxil olur. Təbii ki, burada reaksiyaya daxil olur, amma burada hamısı bir yerdə toplaşmış haldadır. Ona görə reaksiya daha gec baş verəcək. Amma B bəndinə biz baxanda, turşu zərrəcikləri eyni anda bir neçə saniyə ayrılmış metal parçalarının səthində olan atomlarla reaksiyaya daxil olur. Burada görürsünüz ki, hər yerdə ayrı-ayrıdır. Onların hər bir yanında xlorid, yəni turşu var burada. O onunla reaksiya girdikdə, yəni daha tez parçalanacaq, daha tez reaksiya girecək. İndi nə edirik? Nisəyə sual veririk. Deyirsən Nisə, sən o şəkildən nə qavradın, nə başa düşdük, nə nəticəmiz oldu Nisə? Mən burada metal zərrəciklər toplu halda verildiyi üçün turşu zərrəciklərlə reaksiya zəif girəcək, az olacaq. Ancaq burada artıq metal zərrəciklər parçalandığı üçün, başa düşürsən Zəhra? Metal zərrəciyini böldüyümüz üçün artıq bu turşu zərrəciklərlə reaksiya gedəcək. Daha sürətlə gedəcəklər. Deməli, isə burada bütün halda reaksiya ləng gedəcək. Burada hissələrə parçalanıb reaksiya daha sürətlə gedəcək. Sonra Aygül müəllimə davam edeyim. Bəzi istehsal sahələrində, məsələn, bu dəyirmanlarında, quru süd istehsal edən zavodlarda, kömür madələrində hava toz şəklində çoxlu süd. Məsələn, indi kim deyər, burada quru süd nə deməkdir? Yəni, necə başa düşürsünüz? Sürmüş. Yox. Quru südə düşərsə ki, bəli, quru süd satışda var. Nisə, un kimi olur, yaxşı? Elə bir nişasta kimi. Hə, süd tozu da. Uşaqlara deyəsən, uşaqlar. Aha. İndi bax, orada maraqlı məlumat var. Bilirsən ki, maraqlı məlumat içinə kim baxır? Bilirsiniz. Kim baxır? Rəvan baxır. Rəvan oxusun. Oxu. Un dəyirmanlarında Hündürdən oxu. süd istehsalı edən zavodlarda kömür mədənlərində havada toz şəklində çoxlu miqdarda məhsul olur. Bu maddələr çox kiçik bir qığılcımdan sürətlə yanır. Bəzən bu böyük partlayışa da səbəb olur. Belə hadisələr Başa düşdük. Yəni, Rəvanın oxuduğundan siz nə başa düşdünüz? Heç kəs heç nə başa düşməyib, təzədən oxusun ürəyində hamı. Rəvan, sən də oxu. Ürəyində oxu, gör nə deyir orada. İndi sən bizə izah elə orada. Yoxsa Zəhradan soruşarsan, sonradan istərdən görək nə başa düşür. Zeynəb də ola bilər. Başa düşdü? Zeynəb desin görək nə başa düşdü? Zeynəb heç nə. Fidan? Hə. Mən onların qığılcımdan yanır, onlar. Fikrini toparlayıb oxuyub çünki. Mən bu maddələr qığılcımdan yanır və bu da mən böyük partlayışa səbəb ola bilər. Bu da İngiltərədə, London şəhərində baş vermişdi. Aha, un zavodlarının biri. Bax, belə bir şey deyək də. Təsəvvürün kömür parçası, o mədənlərdə işləyən kömür, toz, duman olmur. Bax, kömür parçacıqları əgər çoxdursa,
Məsələn, orada yanan zajqalka ilə, alışqanla yanan bir xırda qığılcımla o kömürlər yana bilər elə. Bir də var manqalın içindəki kömür. Manqalın içindəki kömür daha tez yanar. Toz halında ətrafa səpələnir. Toz halında. Yəni onu demək istəyir ki, nə qədər xırda olarsa, məsələn, bir dənə bu kömürü mən kül formasına salıb üfürsəm, daha çox belə həcm tutacaq da, yaxşı. Mən onu nə qədər xırdalasam, isə səthinin sahəsi böyüyəcək. Xırdalandı. Bax indi yazanda bir dənə bunu yazacaq ki, bəlkə sən yazdıracaqsan, hələ yazmasın. Görüm yadında qalacaq Aygülün. Bəlkə maddənin səthinin sahəsi xırdalandıqca nə edir? Artır və artdıqca da reaksiya daha sürətli gedir. Dərsin bir dənə qaydası var vəssalam. Bir də şəkilləri çəkəsiniz. Sonra sualları oxudursan qızlara. Birinci sualı bir Listəyə. Lisə. Müxtəlif temperaturda maqnezium xlorid turşusu ilə reaksiya aparılmışdır. Reaksiyaların sürətlərini müqayisə edin, cavabınızı əsaslandırın. Birinci təcrübə 25 Cl duru H-klor, ikinci təcrübə 50 Cl duru H-klor, üçüncü təcrübə isə 25 Cl duru H-klor. Reaksiyanın sürətlərini müqayisə edin. Burada mən baxın, birincidə elə bil H-kloru belə şey halında verildi. Bütün verildi. Ona görə reaksiya burada Əslində H-klor yox, maqneziumdur bu, yaxşı. Sürətlə yox, az gedəcəkdir. Burada artıq biraz sadə, daha parçalanıqdır. Daha sürətlə gedir. Həm də demişdik, temperatur artdıqda da onun sürəti artırdı. Burada da artım olacaq. Burada isə artıq 25 Celsidə H-klor daha çox parçalara bölünübdür. Yox, eyni parçalardır. Eyni parça. Onu səncə, bax bunların parçalarının sayı eynidir də. Bu dalda qaldı da. Bu ikisini müqayisə edək. Çünki bu daha sürətli gedəcək. Çünki temperatur artdıqca reaksiyada daha Bəli, 2 böyükdür birdən, o da böyükdür. Bunlar. Çünki bunların temperaturla bərabər parçalarda fərq var, yaxşı. Başa düşdün elə dərsin? Aha. 25 dərəcədə durur. İkincidə xırda deyə 50 dərəcədə mənim. Üçüncüdə 25 dərəcə eyni şəkildə. Hansında reaksiya daha sürətli gedər Zəhra? Birinci, ikinci təcrübədə, sonra üçüncü təcrübədə, sonra birinci təcrübədə. İndi səbəbini izah elə. Əvvəlcə ikinci təcrübə gedir, çünki həm xırdalanmış haldadır, həm də temperatur çoxdur. Sonra ikinci təcrübə, burada temperaturu birinci ilə üçüncünün temperaturu eyni olduğu halda, çünki üçüncü təcrübədə metal parçası daha xırdalanıbdır, sonra da birinci təcrübə çünki bütövdür. Ay sağ ol. Sonra Aygül müəllimə. Sonra burada verir ki, qapalı qabda baş verən kalsium oksigen üstəgəlsin karbon qazı alınır. Kalsium karbonat reaksiyanın sürətini necə artırmaq olar? Cavabınızı əsaslandırın. İndi bizə bunu Zeynəb oxusun. Yox, Zeynəbə sual oxutdum. İnciyə oxu. İnci oxusun. Cavab verəməsin isə deyəcək. Caconu toz halından salmaqla Düzmü deyir? O birisləri oxuma, elə birincini izah elə. Bax deyir, şərtdə səndən nə istəyir? Reaksiyanın sürətini necə artırmaq olar? Kalsium onu toz halına salmaqla götürə bilərəm isə? Mən 5 maddədə Ay sağ ol. Toz halına salsam Zəhra? Reaksiya daha sürətli gedir, hə İnci? Bəli. İkinciyə bax görüm. Temperaturu azaltmaqla Düzmü deyir? Xeyr. Bəli, temperaturu nə etməliyik Zeynəb? Artırmalıyıq. Səhvdir o, hə? CO2 qazının qatılığını artırmaqla Düzmü deyir uşaqlar? Qatılığı artıranda reaksiya daha sürətli gedirdi, hə? caconu 3 südü toz halından salmaqla. Xeyr. Bunu kim izah edir? Bu çox maraqlıdır. Nisə. Nisə, bunu sən de. Bir dənə bax sonra Nisə. Denə müəllim, toz halına deyirsə, reaksiya nə etməlidir? Sürətlə getməli. Amma Zəhra, ay sağ ol, məhsul. Aygülün bir sözü var, deyir, məhsulu artırsa, toz halına salsam nə olar, salmasam nə olar? Məhsuldur da, onsuz da nəticədir. Ay sağ, qurtarıb reaksiya. Görək Zəhra qularsınmı? Çünki burada da maddə alınıbdır, reaksiya qutarıbdır, bir maddə alınıb, amma burada reagent Birincidə, bəli, reagenti deyirdi toz halına sal, götürürdü. Amma dördüncü məhsul deyir. Nə edirəm ki, məhsulu mən toz halına salıram? Artıq maddə alınıb. Aha, Rəvan oxusun o biri tapşırığı. Böyük odun parçası yoxsa kiçik odun hissələrindən sobada daha yaxşı yanar. Fikrini əsaslandır. Səncə böyük yoxsa kiçik? Mən kiçik odun tez yanıb qutarır, Bəli. amma böyük odun mən Daha gec yanır. Bəli. İkinci sualdığı. Tabaşirin xlorid turşusu ilə reaksiyasını Danışmayaq, daha sürətli müəllimə. aparmaq üçün hansı reagentlər götürülməlidir? Bax deyir ki, uşaqlar, izlədiyi sualı
Təbaşirin deyir xlorid turşu ilə reaksiyasını daha sürətlə aparmaq üçün. Bax Ben deyir, tabaşır tozu bir tane. birincidə parça yazıb, ikincidə toz yazıb.